Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün deməli dərs 15-ci hissəsinin, yəni strategiyanın 2-ci hissəsinin testlərin izahına baxacağıq. Burada da qeyd etmişim yenə keçən dərsdə 13-23, yəni bu ardıcıllıqdakı strategiyalara aiddir bu testlər. Baxaq elə birinci sualdan. Deyir, Sokrat müzakirəsinin bir versiyasıdır. Sokrat müzakirəsinin bir versiyasıdır. Bu strategiyada şagirdlər 2 böyük və kiçik qruplara bölünür. Bax, şagirdlər 2 qrupa bölünürsə, həm böyük, həm kiçik. Bir balaca, bir də böyük. Nə yaradırdı? Akvarium olurdu. Aiddir D variantına. Daha sonra diaqnostik qiymətləndirmə aparmağa imkan verir. Klaster imkan verirdi. Daha sonra BIBÖ imkan verirdi. A variantı. Demişdim, diqqətli olun diaqnostik qiymətləndirməyə. Hətta dərsin sonunda, yekunda da ümumiləşdirmə, refleksiya üçün sual vermişdim ki, diaqnostik qiymətləndirmə hansı üsullarda var, refleksiya hansı üsullarda var, assosiasiya hansı üsullarda var. Söz analizi aparmaq, söz ehtiyatı yaratmaq üçün istifadə edilən iş vərəqidir. Baxın. Onun tərifini veririk. Məsələn, isim. İsimin tərifini verirəm. Birinci, belə yazım, tərif. İkinci, onun xüsusiyyətlərini, xüsusiyyət. Üçüncü, nümunə. Dördüncü də qeyri nümunə. Doğrudurmu? Belə olurdu. Hansına uyğun gəlir? C. Freyer modeli. Daha sonra, aşağıdakılardan hansı iş üsulunda əməkdaşlıq bacarığına ehtiyac yoxdur. Bax, əməkdaşlıq bacarığına ehtiyac yoxdur. Yəni, əməkdaşlıq bacarığı orada olmaya da bilər. Yəni, o olmur. Baxın, BIBÖ, birinci baxaq Freyer modeli, BIBÖ, Karsiya, hamısını gəlin birincidən baxaq. Birinci nəyə çıxa bilərik? Sadəcə bilməyən qədər rahat işləmək yolunu göstərmək istədim. Birinci elə baxaq nəyə? Qərarlar ağacı qrupla aparılır. Aydındır. Bunu bilirik. Akvarium qruplar olur da bu formada. Bu da qrupla aparılır. Sonra karuseldə belə partalar olur, belə demişdim. Bu versiyalarını buna cavablarını bu formada ötürülür. Deməli, bu da qrupla aparılır karuseldə. İndi baxırıq 2-yə, 2 variantı, A ilə B-yə, Freyer modelindən BIBÖ-yə. Freyer modelində də qrup falında işte əməkdaşlığa ehtiyac var. Əməkdaşlıq baş verə bilər orada. Məsələn, ismi yazaram, doğrudurmu? İsmi yazaram ortalığa. Daha sonra deyə bilirəm ki, hər qrup bunun xüsusiyyətini, tərifini, nümunə və qeyri-nümunə çəksin. Ancaq BIBÖ-də hər kəs öz biliyi haqqında məlumat verir. Bilmək istədiyi haqqında məlumat verir. Aydındırmı? Yəni, qrup halında bilirəm, bilmək istəyirəm məqamı olmaz. Hər kəs öz bilmək istədiyi məqamı, bildiyi məqamı qeyd edir. Ona görə də aiddir bura, ehtiyac yoxdur B-yə. BIBÖ-sündən. Daha sonra assosiasiya yaratmaq. Bayaq vurğuladığım. Assosiasiya yaratmaq aşağıdakı iş üsullarından hansına aid deyil? Baxın, aid deyil. Diqqətli olaq. Baxırıq. Klaster var. Sinektika, auksiyon, anlayışın çıxarılması. Doğrudurmu? Bir də beyin həmləsi dedik. Beyin həmləsi var idi. Yoxdur B variantında. Aid deyil. Daha sonra şagirdlərin bir mövzu və hadisə haqqında artıq mövcud olan bilikləri deyirsə də, nəyin tərifidir bu? Klasterin tərifidir. Müəllimlər, elə deyilmi? Klasterin tərifi A variantı. Klaster, mövcud olan biliklər haqqında deyirsə, artıq yəni bu var, bu bilik var. Başa mövzunu yazıram, mövzu. Daha sonra da aşağıdan onun xüsusiyyətlərini, bu klasterəmi və yaxud bu formada da ola bilər də belə və yaxud mövzunu yazaram, mövzunu. Belə xanalar eləyərəm, belə də yaza bilərəm. Əsas odur, klasterə mövzunu doldururam və mövcud olan biliklər görsəz, A variantı, mövcud olan bilik. Bu konkret sırf tərifdir. Daha sonra, Sinkveyn haqqında hansı fikir doğru deyil? Hansı fikir doğru deyil? 5 iş deməkdir, bəli, tamamilə doğrudur. Nə idi? Birinci bir dənə isim yazırdıq, sonra 2 dənə sifət yazırdıq, 3 dənə feil, 4 dənə sözlə, söz birləşməsindən mənasını izah edirdik. Yekunda bir dənə də isim yazıb yekunlaşdırırdıq. Və ona görə də 5 iş deməkdir, doğrudur. Nəticə çıxarma bacarığını inkişaf etdirir. Nəticə çıxarma bacarığını, bəli, çünki baxın, 4-ünü yazıram, yekunda nəticə çıxarıb bir dənə isim yazıram. Daha sonra, bu üsul az sözlə əsas fikri ifadə edə bilmək bacarığını formalaşdırmağa kömək edir, bəli. Baxın, 4 dənə sözün əsas fikri ifadə edim. Az sözlə əsas fikri ifadə edirəm, doğrudur. Əməkdaşlıq bacarığını inkişaf etdirən əsas üsullardan biridir. Bax, əməkdaşlığa aid burada nə görürəm ki mən? Mətni oxudum, mövzunu oxudum, bəli. Bir dənə isim yazdım, 2 dənə sifət, 3 dənə feil, 4 dənə şey.
Bax, əməkdaşlığa nəyə ehtiyac var? Mənim kiməsə ehtiyacım var? Xeyr. Ona görə də əməkdaşlıq olmaz. D variantı yanlış cavab. D. Bax E-yə. Fikir lakonik şəkildə ifadə edilməlidir. Lakonik qısa, bəli. D. Bir dənə sözlə fikir ifadə edirəm. Lakonikdir də bu. Elə deyilmi? Düz. Daha sonra 8. Bircə öyrənmə və yoldaş qiymətləndirilməsini, bircə öyrənmə, bunu silək. Bax, bircə öyrənmə və yoldaş qiymətləndirilməsini təmin edən iş üsullarından biridir. Bütün sinifi aktiv, bax, nəyin tərifidir müəllim? Bax, bu formada olur dedim. Arxa partadakının dəftərini, bu kağızını orta partadaşı qiymətləndirir. Orta partadakını bu qiymətləndirir. Bunun kağızını bu qiymətləndirir. Bunlarınki bu, bu da bunlar. Yekunda da bu birinci partiyada kağızını verir axırıncı partiya. İndi bu qrup dairəvi şəkildə gedir də. Bu formada bir-birinin kağızını qiymətləndirirlər. Yoldaş qiymətləndirilməsi. Nə olur? Karusel. E variantı. Karusel deyək, karusel. Daha sonra müəllim lövhəyə bir neçə söz yazır və onları ümumi cəhətini, ortaq cəhətini və yaxud da soruşur. Şagirdlər yazılan sözləri birləşdirən məqamları seçib qeyd edirlər. Şagirdlər məqamları və yaxud da məqamı da ola bilər. Nətər demişdik? Bax, nümunəni deyən kimi ağlınıza gələcək. Çiyələk. Ortaya məqam tapırıq. Böyürtkən ididən. Kən. Bir də moruq idi, yadımdan çıxdı belə moruq. Ortaya da nə yazırıq? Hamısı üstünə da aid olan. Gilə meyvə. Bax tərifə. Müəllim lövhəyə bir neçə söz yazır. Onların ortaq cəhətini, ortaq nədir? Gilə meyvə. Şagirdlər yazılan sözləri birləşdirən məqamları seçib qeyd edirlər. Məqamları və yaxud da məqamı da ola bilər. Nə fərqi var? İkisi də ola bilər. Aiddə anlayışın çıxarılmasına C variantı. Daha sonra real həyata, bax, nə ilə demişdim müəllimlər? Baxın. İnsident daha doğrusu, insident və insert. Demişdim, diqqətli olun. Insident real həyat hadisələr, problemlər üzərində. C. Insert nə idi? İşarələr. Üstücə düşür bu işarə. Düşmür X. Yeni məlumatlı plus, maraqlı məlumatlı sual işarəsi. Ona görə onun da C variantı. Gəldik 11-ə. Nə deyir? Şagirdlərə mövcud bilikləri ilə yeni bilikləri arasında əlaqə yaratmağa imkan verir. Hansında var idi? Demişdim, diqqətli olun. Mövcud biliklərlə yeni biliklər arasında. Məsələn, bibo yaradır. Akvarium deyirəm. Aksiyon yaradır. Düzdürmü? Bax, gələk görək burada nə deyir? İndi hansına aiddir? Elə aksiyon yoxdur. Bir dənə var. Klaster. Mövcud olan bilikləri işə salır. Əlaqə yaratmır mövcud biliklər arasında. Klaster mövcud olan bilikləri işə salır. Karusel üçün müzakirə xəttində müzakirə edirsən. Yeni bilik yoxdur. Qərarlar ağacında yeni bilik yoxdur. Amma biboda nətər idi? Cədvəl. Bilirəm. Düzdürmü? İstəyirəm, biləm, öyrəndim. Köhnə bilik, yeni bilik. Bunlar arasında əlaqə var. Yoxluyuruq. Belə. Variantı işarələmədik. 11B. Gəldik. 12. Şagird mətni oxuduqca səhifənin kənarında işarələr qoymağa başlayır. Bayaq dediyim hansı işarələr idi? Nə aid idi? İnsidentlə inserti dedim, qatmayın. B-yə. Daha sonra hansı variantdakı fikir nəyə? B-B, 3-2-1 üsulu üçün ortaq götürülə bilər. Bax, müəllim. Məsələn, nəyə deyirəm? Öz ümumiləşməmdən deyirəm B-B-dən. Bir də nə deyir? 3-2-1, düzdürmü? Burada bilirəm, istəyirəm, bilim, öyrəndim. Düzdür? Öyrəndim, bu məqama baxanda istəyirəm, bilim məqamını refleks edirəm. Görüm, öyrəndim məqamında şagird o istəyirəm, bilən məqamındaşları öyrənibdim. Üst-üstə düşürmü bunlar ikisi də? 3-2-1-də də öz öyrənməsi refleks edirəm. Görüm, şagird nə dərəcədə öyrənib. İkisində də öyrənirəm. Keçdiyim dərs haqqında məlumat əldə edirəm. Digər məqam. Deyək, bunu da silim. Bax, indi biboda bilirəm, istəyirəm, bilim, öyrəndim. Düzdür? Bu ikisindən istəyirəm, bilimlər öyrəndimi dedim ki, müqayisə edirəm. Bir də bilirəm məqamı, mənim əvvəlki biliyimdir. 3, 2, 1. Öyrəndim 3 dənə. Maraqlıdır 2 dənə. Hələ öyrənməmişəm, qaranlıq qalıb bir dənə. Öyrəndim əvvəlki bilikdə artıq yiyələnmişəm.
köhnə biliklə yeni biliklər arasında əlaqə yaradır və bunu da qeyd eləmişdim də, situasiya deyim, strategiyanın qarşısında bu məqama da toxunmuşdum ki, köhnə bilik və təcrübə ilə yeni biliklər arasında əlaqə yaradır. İkisinə də aiddir A variantı. Bir də başqa nədə qeyd eləmişdim? Bir də qeyd eləmişdik BİBÖ 321 mən kiməm? O yazı yapışdırılan strategiya. Bir də ona aid idi. Köhnə biliklər, yeni biliklər. Çünki sual verir axı, alnına yapışdırılan adamın və yaxud şəxsin məfhumun nəsənin nə olduğunu aydınlaşdırmaq üçün sual verir. Köhnə bilikləri yadına salır. Və eyni zamanda cavab verənin də biliklərini yoxlanmış olur həmin prosesdə mən kiməm də. Daha sonra 14. Müzakirə xəritəsi haqqında deyilən hansı fikir doğru deyil? Müzakirə xəritəsi haqqında hansı fikir doğru deyil? Fikir ifadə etmə bacarığını inkişaf etdirir. Bəli. Mən səninlə müzakirə aparıramsa, sözümü deyirəm, fikrimi deyirəm, sən öz fikrini deyirsən. Geniş spektrli suallar verir ki, bəli, biz müzakirəni biraz belə deyək, geniş aspektdə aparaq. Yəni elə iki cümlə ilə müzakirə qurtarmasın. Bir fərqli yanaşmalar, fərqli qərarlar nümayiş etdirən bir sual olsun. Şagirdə şəxsi konseptual anlayışını qurmağa, ideyalarını əsaslandırmağa kömək edir. Bəli, müzakirə aparırsansa öz anlayışın olmalıdır və anlayışın ideyanı əsaslandırmasını, arqument çatdırmasını, doğru. Assosiasiya yaratmaq bacarığını inkişaf etdirir. Bax, assosiasiya yaratmaq hansılara demişdik aiddir? Deməli, beyin həmləsi, ondan sonra anlayışın çıxarılması, daha sonra akvarium, aksiyon, sinektika bunlara aid idi. Bunlar da. Yəni, assosiasiya müzakirədə yox idi, anlayışın çıxarılmasında var idi. Daha sonra nə yazdıq? Burada cavab olaraq D yazmalıydım. Beyin həmləsinə görə bu yazdım ona mən. D. Elədim, bəli. Şagirdləri alternativ fikir və ideyalara sövq edir. Bəli, bu da müzakirədə var idi. Daha sonra klaster haqqında deyilən fikirlərdən biri doğru deyil. Klaster haqqında. Baxın, klaster nə idi? Elə qarşısına mötərizədə şaxələndirmə yazılmışdı, düzdürmü? Bu düz, bizdən yanlışı soruşur. Köhnə biliklərdən yerində düzgün istifadə etmək. Klaster nədir? Köhnə biliklərdən istifadə edirik, düzdürmü? Düz. Summativ qiymətləndirmə aparmağa imkan yaradır. Diaqnostik qiymətləndirmədir, summativ deyil. Diaqnostiyə klasterdən başqa BİBÖ də kömək eləyir də, bilirik, diaqnostik qiymətləndirmə aparmağa. Summativ yanlışdır. Cavab C variantı. Fikirləri lakonik ifadə etmək bacarığı formalaşdırır, bəli. Bilikləri sistemləşdirmək bacarığı, bəli. Sonra şagirdlərin anlama bacarığını və maraqlarını ölçmək imkanı verir. Bax, şagirdlərin anlama bacarığını və maraqlarını ölçmək imkanı verir. Hansında gör şagird nəyi öyrəndi, nə maraqlıdır, nəyi hələ öyrənməyib. Bax, anladım, öyrəndim yəni. Maraqlıdır, öyrənməyib. Hansı 3-2-1-dədir də? A variantı. Daha sonra insert haqqında deyilənlərdən hansı doğru deyil, yanlışı soruşur. Yaradıcı təfəkkürü inkişaf etdirir. Bəli, niyə yaradıcı təfəkkürü? Bax, oradan ayırırıq biz. Müəllim deyir ki, məsələn, isim haqqda öz fikirlərini yaz. Mən də yaradıcı yanaşma nümayiş etdirirəm. Bilmirəm hələ isimlər. Sadəcə adından müəyyən ideya irəli sürürəm. Fikir irəli sürürəm. Doğru. Səmərəli mütaliə aparılır. Doğru. Çünki səmərəli niyə? Öyrədici olur axı. Əvvəlki ilə düzsə uçdan qoyuram. Üstə düşünmürsə x qoyuram. Yenidirsə plus qoyuram. Ətraflı məlumat almaq istəyirəmsə sual işarəsi qoyuram. Səmərəli mütaliə aparıram. Qeyd götürmək bacarığını inkişaf etdirir. Bəli, bunlar nədir? Qeyddir də. Biliklərin müqayisə bacarığını formalaşdırır. Biliklərin müqayisə bacarığını formalaşdırır. Bəli. Mən öz irəli sürdüyüm ideyalarla, yazdığım cümlələrlə müəllimin mənə öyrətdiyi arasında müqayisə aparıram ki, görüm üst-üstə düşür ya yox. Düz. Əməkdaşlıq bacarığını formalaşdırır. Bax, əməkdaşlığa niyə ehtiyac var ki? Götürdüm ağzıma, belə deyək də, indi ağzıma gələn deməyək, biraz çox çıxır bir dənə, 2 dənə, 3 dənə, 4 dənə, belə cümlələr, fikirlər yazdım da mətn haqqında. Sonra da onu yoxladım. Öz başıma, burada əməkdaşlıq var. Mən kimdən əməkdaşlıq edim? Heç kimdən. Ona görə E variantı yanlışdır. Əməkdaşlıq yoxdur burada, deməli. Yanlış olan E variantı. Sonra 18. Biri fərdi şəkildə həyata keçirilə bilməz. Fərdi şəkildə. Bax, Freyer modeli keçirilə bilər? Bəli. Niyə keçirilmir ki? Təkcə Freyer nə idi? Freyer modelində ismin tərifini verirəm, xüsusiyyətini sadalayıram, nümunə gətirirəm, qeyri-nümunə gətirirəm, təkcə aparıram. Burada nə var ki? Karusel.
Karuseldə məcburam ki, mən buna verəm o kağızları bu yoxlaya, bu buna verə kağızları. Mən təkcə olsam artıq karusel olmaz. Fırlanmaz axı kağızlar ortada. Ona görə yanlış olan B-dir. B-bu. Bildiyimi yazıram. İstəyirəm biləm yazıram. Öyrəndiyimi də yazıram. Qurtardı getdi. Öyrəndiyim 3 məqam, maraqlı gələn 2, bilmədiyim 1 məqamı yazdım getdi. Kiməsə ehtiyac var mənə? Anlayışın çıxarılması. 3 dənə meyvəni veribdi müəllim bura, misal üçün deyirəm. 3 dənə meyvəni. Ortaya da yazıram gilə meyvə qurtardı getdi. Kiməsə ehtiyac var? Yox. Deməli, amma B-də karusel olmaq üçün, dövr eləmək üçün əməkdaşlar lazımdır, yoldaşlar lazımdır ki, o dövr eləsin. Sonra, fərdi şəkildə həyata keçirilən strategiya, keçirilə bilən strategiyada fərdi şəkildə. Bu ayaqçılardan birini seç götür. Nə var ki burada? Karusel ola bilər məsələn burada. Yox, çünki karusel orada keçirilə bilmir, götürmüşük, çıxdıq. Sinektika. Təkcə öz-özümə müzakirə aparatı eləmə, kimsə olmalı ki, müzakirə eləyəm. Dəli deyiləm öz-özümə nəyisə müzakirə aparım, öz-özümə danışam. Akvarium, qruplar olmalıdır. Təhnətər qrup yaradım, bu komandalar yaradım. Zigzag. Qrup olmalıdır ki, 3, 1, 2, 3, 1, 2, 3. Qrup olmalıdır ki, birlər bir yerə yığılsın. 2-lər 1, 3-lər 1. Təzədən bunlar öz komandalarına, ana komandalarına qayıtsınlar bu komandalara. Mətnin hər hissəsi haqqında məlumat doğursunlar. Deməli, oradakılardan bir dənə hansı idi? A variantı. Sonra, hansı iş üsulunun həyata keçirilməsində 2 qrup təşkil edilir? 2 qrup harada yaranırdı? Bir də xarici qrup. Akvariumda. Düzdürmü? Hə. Bizdən ki, bir də 2 qrup. Bayaq dediyim, hansında yəni? Akvariumu bildik. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Bu A qrupudur, B qrupudur. Biraz bunu indi geniş izah eləyir axıra yaxın. Bu C qrupu, düzdürmü? Bunlar ana qruplardır. Özək qruplardır. Hər qrupdan birləri götürdüm, bir qrupa saldım. 2-ləri 1, 3-ləri də 1. Düzdürmü? Birlərə verdim mətnin birinci A hissəsini. A deməkdə fərqli rəqəm yazaq ki, qarışdırmayın onunla. Verdim F hissəsini. Bunlara V hissəsini. Bunlara da E hissəsini. Bax belə. Araşdırdılar. Əla. Buradan bir nəfər bura, bir nəfər bura, bir nəfər bura. Hər qrupda 3 var. Görsənmi? Deməli, E hissədən məlumatda olan var. Hər qrupda 2 var. V hissədən məlumatda olan. Hər qrupda 1 var. F hissədən məlumatda olan var. Deməli, hər qrupda mətnin hər hissəsindən məlumatda olan adam var. 2 dənə qrup, ana qrup, bir də sonraki növbəti qrup. Yaranır harda? Zigzagda. Bir də ki, daxili və xarici qruplar olmaqla akvariumda 2 qrup yaranır. Yəni A variantı. Bu da belə. Oldu müəllimlər. Sağ olun. Növbəti izahlarda görüşənədək.